Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid ailələri və vətən müharibəsi əlilləri üçün Novruz bayramı münasibəti ilə konsert proqramı təşkil edilib. Tədbirdə bildirilib ki, illərlə həsrətində olduğumuz torpaqlarımızda artıq Novruz tonqalı qalanır, milli adət-ənənələrimiz işğaldan azad edilən ərazilərimizdə yenidən yaşadılır. Vaxtı ilə zorla doğma yurd yuvalarını tərk edən insanlar öz evlərində və isti ocaqlarının başında Novruz ənənəsinə uyğun bayram süfrələri açırlar. Novruz münasibətilə təşkil olunan tədbirdə dövlət müstəqilliyimizin əldə olunması, sərhədlərimizin müdafiəsi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması uğrunda canından keçən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Talih Qaraşov Novruz bayramının xalqımızın həyatındakı yerindən danışaraq bildirdi ki, Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətinin güzgüsüdür. Habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsüllər barışmalı, qohumlar bir-birini ziyarət edib bayram süfrələri açırlar. Saflıq və təmizliyi rəmzi olan Novruz bayramını xalqımız hər il olduğu kimi, bu ildə daha təntənə ilə, alnı açıq və üzü ağ qeyd edir. İllərlə həsrətində olduğumuz torpaqlarımızda artıq Novruz tonqalı qalanır. Təbiət əsl sahiblərinin gözləri önündə canlanır, milli adət-ənənələrimiz işğaldan azad edilən ərazilərimizdə yenidən yaşadılır. Vaxtilə zorla doğma yurd yuvalarını tərk edən insanlar öz evlərində və isti ocaqlarının başında Novruz ənənəsinə uyğun bayram süfrələri açırlar. Tədbirdə şəhid atası Fayəddin Əkbərov şəhidlərimizin xatirəsinin dövlət tərəfindən hər zaman yüksək qiymətləndirildiyini və əziz tutulduğunu qeyd edib, buna görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi. Daha sonra tədbirin bədii hissəsində rayonun mədəniyyət, folklor klublarının və incəsənət işçilərinin iştirakı ilə musiqi, rəqs nömrələri təqdim olundu. Martın 18-də şəhadətinin 30 ili tamam olan Azərbaycan Respublikasının suverenliyi uğrunda canından keçmiş milli qəhrəman əsgər Əliyevin anım günü keçirilir. Bu münasibətlə şəhidin ailə üzvləri ehsan süfrəsi təşkil ediblər. Mərasimdə milli qəhrəmanın atası, rayon Ağsaqqallar Şurasının üzvü Ələkbər Əliyev çıxış edərək dövlətçiliyimiz, müstəqilliyimiz, suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirdi. O qeyd etdi ki, oğlu Əskər Əliyev kimi vətən, ana torpaq uğrunda şəhid olanlar, doğma xalqına sədaqət nümunəsi göstərənlər heç vaxt unudulmur. Oğlunun xatirəsinə bəslənən hörmətə, valideynlərinə olan diqqət və qayğıya görə dövlət başçısına dərin təşəkkürünü bildirdi. İsmail Cəfərli, Elviz Nəsirli, Lənkəran.